Bax, fikir verdinizsə, burada övliyaların dərəcələri qeyd olundu. Birinci dərəcə, ikinci dərəcə. Və bunların hamısında səbəb, bu dərəcələrin əldə edilməsində hamısında səbəb nədir? Salih əməllər. Hamısında əməldir səbəb. Birinci dərəcədə görürsən, ən azı fərzləri yerinə yetirir, haramlardan çəkir. Mütləq əməl etməlidir, fərzləri yerinə yetirməlidir. Bundan da üstün dərəcəni əldə etməkdən ötürü nə edir? Nafilələrdə davamlı bir şəkildə nafilələri yerinə yetirir. Nafilələri yerinə yetirmək nədir? Yəni məkruh işlərdən çəkinir, haram işlərdən çəkinir, günah işlərdən çəkinir, zülmdən və s. ədalətsizlikdən hamısından çəkinir, ancaq salih işlərlə görür. Və belə olduqdan sonra Allah Azza və Cəllə o qulu sevir. Onun qulağını ancaq haqqı eşitməyə müvəffəq edir. Yəni qulağı ilə məsələn haram dinləmir, məsələn musiqi dinləmir, qeybət dinləmir, böhtan dinləmir, nəmimə dinləmir. Məsələn, gözü ilə ancaq haqqa müvəffəq edir görməyə, ancaq haqqa baxır, haramlardan uzaq durur və həmçinin dilini müvəffəq edir, əlini, ayağını, yəni ümumən burada sadəcə bəzi əzalarını Allah Azza və Cəllə misal çəkir. Yəni bütünlüklə həmin o qulu Allah Azza və Cəllə xeyrə müvəffəq edir. Artıq o bütün əzaları ilə Allaha yönəlir. Başda da onun nədir? Qəlbi. Qəlbi ilə Allaha yönəlir, əzaları ilə Allaha yönəlir və bütün günahlardan uzaqlaşır. Və mükafat da nədir? Görsən deyir ki, o məndən bir şey istəyir, mən onu verərəm, o məndən sığınarsa, mən onu nə edərəm? Qoruyaram. O sığındığı şeydən onu qoruyaram. Və bu nədir, qardaşlar? Bu da övliyaların, Allahın vəli qullarının kəramətidir. Bu da vəli qullarının nədir? Kəramətidir. Biz bu günləri, məsələn, bir çox insanları görürük ki, batil firqələrdən, taifələrdən, xurafat əhlindən övliyalıq iddia edirlər. Bəziləri övliyalığı əldə etmək üçün müəyyən bir batil yollar ortaya qoyurlar. Hansısa bir əməllər və s. dərəcələr isə. Amma bunların iddiaları nədir? Boş iddialar olur çox vaxt. Boş iddialar. Onu da biz hardan bilirik? Məsələn, bizim ümmətdən də öncə bax, Yahudilər. Yahudilər deyirdilər ki, biz Allahın övladları və onu sevdikləriyik. Və deyirdilər ki, cənnətə Yahudilərdən başqa heç kim daxil olmayacaq. Və özlərinin Allahın sevimli vəli qulları olduqlarını bildirirlər. Halbuki günahlar edirdilər. Hətta o dərəcədə ki, hətta peyğəmbərləri belə öldürürdülər. Yəni bu iddia nədir? Boş iddiadır. İddia gətirən nə etməlidir? İddia edən dəlilini gətirməlidir. İddia edən əməli ilə bunu sübut eləməlidir. Allah Azza və Cəllə əslində Quranda bizə bunu göstərir, dəlilin yolunu. Mücərrədən yəni ki, iddia eləməklə deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm getdiyi yol, bizi dəvət elədiyi yol həmin bu övliyalığa aparan yoldur. Allah Azza və Cəllə də Əl-İmran surəsi 31-ci ayəsində bizə bunu xəbər verir. Deyir ki, deyir. Denən onlara ki, "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." Denən ki onlar, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun, yuhibbukumullah, Allah da sizi sevsin. Allahı sevirsə mənə tabe olun, mənim yolumda Allah da sizi sevsin və yaghfir lakum zunubakum və sizin günahlarınızı bağışlasın. Vallahu gafurun rahim. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Və biz bax bu ayədən açıq-aydın görürük ki, Allahın sevgisinə gedən yol Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilikdən gedir. Sünnəyə tabeçilikdən gedir. Çünki sən deyirsən mən Allahı sevirəm, sənin Allahı sevməyin və yaxud da bunu iddia eləmək əsas deyil. Əsas Allahın səni sevməsidir. Allahın səni sevməsi əsasdır. Bax, ayədə gör nə gözəl izah edir. Deyirsiniz ki, əgər siz Allahı sevirsinizsə, yəni bunu nəyə görədir? Yəni siz deyirsiniz ki, biz Allahı sevirik. İddia edirsiniz bunu. İddia edirlər və deyirlər, biz Allahı... Sən əgər deyirsənsə ki, biz Allahı sevirik, mən Allahı sevirəm, bunun yolu mənə tabeçilikdən keçir ki, hətta Allah da səni sevsin. Mənə tabe olun ki, Allah da sizi sevsin. Çünki məqsəd sənin Allahı sevməyin deyil, Allahın səni sevməsidir. Sən Allahı sevməyi yalnız iddia edə bilərsən. Amma batil yollarla, Allahın qəzəbləndiyi yollarla gedərsən. Allah isə səni sevməz, Allah sənə qəzəblənər. Ona görə məqsəd nədir? Allahın səni sevməsi. Yaxşı, Allahın səni sevməsi üçün sən nə etməlisən? Peyğəmbər sallallahu əleyhi və səlləm yoluna getməlisən. İndi sən də bu gün məsəl üçün övliyalıq iddia edirsənsə, övliyalığın yollarını və s. göstərirsənsə, bunun yolu Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilikdən keçir. Bunun yolu sünnədən keçir. Salih əməllərdən keçir.